Vüsal stili, Alizadə, President of Kölgə, Label C5. Bəli, absurd səslənir, amma onları birləşdirən ortaq bir sirr var. Başlayalım inşallah. Başlayaq. Allah, Məhəmməd, ya Əli. Outrage entrepreneurship, yəni qəzəb və lağ obyektinə çevrilib karyera qurmaq. Elmdə bu belə adlanır. Onlar çox yaxşı bilir insanlar nəyə gülür, nəyə əsəbləşir, nəyə sərt reaksiya verir və yerində manevrlərlə hamısını öz xeyirlərinə çevirirlər. Bəziləri deyir ki, bu insanlar bizlə məzələnir, onlarda çatışmır və s. Xeyr, elə deyil. İnanın onlar onları tənqid edənlərdən qat-qat ağıllıdır. Bu yalnız bizim torpaqlarda belə deyil. Dünyanın hər yerində bu işləyir. Çünki sosial media bərabərdir diqqət iqtisadiyyatı. Sənin hər baxışın, like'ın, şərhin onları trendin mərkəzinə atır. Birincisi Schadenfreude, başqasının gülünc halına baxıb mən heç olmasa belə deyiləm deyib gizli rahatlıq tapırıq. İkincisi anonimlik və kütlə effekti. İnternetdə şərh yazanda məsuliyyət hiss etmirik. Bu de-individuation adlanır. Üçüncüsü isə negativity bias. Beynimiz neqativə daha sürətli reaksiya verir. Normal videoya maraq yoxdur, amma qəribə saç düzümü, absurd davranış anındaca marağımızı oyadır və sona qədər izləyirik. Amma bəli, bunu etmək o qədər də asan deyil. Əgər elə olsaydı uğurlu insanların sayı bu qədər az olmazdı. Bəzi hallarda bu şəxslər ağır travma yaşayır və sonları çox pis bitir. Amma Vüsal stili və President of Kölgə bunu əla idarə edir. Sadəcə absurdluq etmirlər, cəmiyyətin reaksiyasını idarə edirlər. İndi yenidən düşünün, onlar bizlə məzələnirlər, yoxsa biz onların oyununa düşmüşük? Fikirlərinizi yazın.